bağışlayan və mehriban Allahın adıyla. Ya, Sin. Bu hərflər Allahla onun rəsulu arasında olan rəmzlərdir. Bu kitab həmin bu hərflərdən təşkil olunmuşdu. Lakin heç kimin onun bənzərini gətirmək qüdrəti yoxdur. Və bu kitabın möhkəm ayələri və bu cürdə mütəşabih ayələri vardır. Ey insaniyyətdə yeganə olan kəs! Bu hikmətli, batilin ziyanı müqabilində möhkəm olan, hikmətlə danışan, haqla batilin arasında hökm edən və əqli mərifətlər və səmavi şəriətlərə malik olan. Qur'ana and olsun ki, şübhəsiz sən Allah, peyğəmbərləri zümrəsindənsən. Peyğəmbərliyə seçildiyin vaxtdan insanların nəsilləri kəsilincəyədək onlara göndərilmisən. Sən düzgün olan bir yoldasan, şəriət elmləri və əqli mərifətlər yolunda. Bu, qüdrətli və mehriban Allah tərəfindən nazil edilmiş bir kitabdır. Mehribanlığı Qur'anın nazil olmağına bir səbəb, qüdrəti isə onun icrasına zamindir. Bu kitabla elə bir qövnü qorxudasan ki, ata-babaları İsa'nın yaxud İbrahimin zamanından bəri qorxudulmamışlar. Buna görə də din həqiqətlərindən qafildilər. Şübhəsiz onların əksəriyyətinə Allahın lövh-i məhfuzda dərc olan sözü cəhənnəm onların yeridir sözləri sabit olmuş və həyata keçmişdi. Buna görə də daha iman gətirməzlər. Həqiqətən biz onların boyunlarına, çənələrinə kimi çatan zəncirlər keçirmişik. Buna görə də başları yuxarı doğru qalmışdır. Buna görə də özlərinə baxa bilmirlər ki, özlərində olan ayələrlə, nişanələrlə ayılsınlar. Biz onların önlərindən və arxalarından sədd çəkib, onları hər bir tərəfdən örtdük, yaxud gözlərini kör etdik. Buna görə də görmürlər, öz ətraflarını görə bilmirlər ki, təbiət aləmində nişanələrlə ayılsınlar. Onlar üçün birdir, onları qorxutsan da, qorxutmasan da iman gətirməyəcəklər. Sən ancaq nəsihət verici, Qur'anı qəbul edən və ona tabe olan, rəhman olan zahiri hiss üzləri ilə dərk olunmayan Allahdan gizlində qorxan kəsi qorxuda bilərsən. Elə isə ona Allahın bağışlaması və çox qiymətli bir mükafatla müjdə ver. Əlbəttə, ölüləri dirildən və onların əvvəlcədən göndərdiklərini, həyatda olarkən etdikləri əməlləri və izlərini qoyub getdiklərini yazan bizik. Biz hər bir şeyi, insanların əməllərini, dünyada baş verən hadisələri açıq-aşkar nüsxələrdə, lövh-i məhfuzda, ətrafı surətdə sayıb hesablamışıq. Ya Peyğəmbər, sən onlara o şəhərin, Antakiya, əhalisinin dastanını məsəl çək. O zaman ki, Allahın göndərdiyi peyğəmbərlər oraya gəlmişdi. O zaman onlara 2 nəfər peyğəmbər göndərmişdik, amma onların ikisini də təkzib etdilər. Biz həmin peyğəmbərləri göndərdiyimiz 3-cü peyğəmbər ilə qüvvətləndirdik. Peyğəmbərlər hamılıqla dedilər, biz sizə göndərilmiş peyğəmbərlərik. Şəhər cəmaatı dedi, siz də bizim kimi ancaq adi bir insansınız. Peyğəmbər isə mələklərdən olmalıdır. Rəhman heç bir şey nazil etməmişdi. Siz yalnız yalan danışırsınız. Peyğəmbərlər dedilər, Rəbbimiz bilir ki, biz sizə göndərilmişik və bizim vəzifəmiz yalnız öz risalətimizi açıq-aşkar çatdırmaqdır. Bizim vəzifəmiz möcüzələrin təkrarı, məcburi surətdə qəbul etdirmək, dünyada və axirətdə cəza və mükafat vermək deyildi. Dedilər, biz sizi görməyi nəhs bildik. Zərər və ziyan yetişməsinin bir əlaməti hesab edirik. Şübhəsiz, əgər dediklərinizdən əl çəkməsəniz, mütləq sizi daşqalaq edəcəyik. Bizim tərəfimizdən sizə mütləq ağrılı bir əzab yetişəcəkdir. Peyğəmbərlər dedilər, nəhsliyiniz özünüzdəndir, günahlarınız ucbatındandır. Sizə öyüd nəsihət verildikdə onu əzablamı hədəliyirsiniz. Bizim danışığımız nəhslik gətirmir. Əksinə, siz həddini aşan bir qövmsüz.
Şəhərin ən ucqar yerindən bir kişi tələsik gəlib dedi: "Ey mənim qövmüm, bu elçilərə tabe olun. Sizdən heç bir muzd istəməyən və özləri də hidayət olmuş kəslərə tabe olun. Axı mən niyə məni yaradana ibadət etməməliyəm? Halbuki hamınız onun huzuruna qaytarılacaqsınız. Ondan qeyri-məbudlara mı ibadət edim? Əgər Rəhman olan Allah mənə bir zərər və ziyan vurmaq istəsə, onların şəfaətləri məndən heç bir şeyi uzaqlaşdıra bilməz və mənə nicat verə bilməzlər. Belə olan surətdə şübhəsiz mən açıq-aşkar azğınlıqda olaram." Bu zaman peyğəmbərlərə xitabən dedi: "Həqiqətən mən sizin Rəbbinizə iman gətirdim, belə isə məni eşidin, iman gətirməyimə şahid olun." Axırda onu öldürdülər və ona deyildi: "Cənnətə, cənnət bərzəxinə daxil ol." O dedi: "Kaş qövmüm biləydi ki, Rəbbim məni bağışladı və məni hörmət sahiblərindən etdi." Biz ondan sonra qövmünün üstünə göydən heç bir qoşun nazil etmədik və ondan qabaq da hər hansı bir qövmün məhvi üçün səmavi qoşun nazil edən deyildik. Onların məhvi ancaq səmavi bir nərə idi. Dərhal hamılıqla sakit və ruhsuz oldular, məhv oldular. Vay bu bəndələrin halına! Onlara elə bir peyğəmbər gəlmədi ki, ona daim istehza etməsinlər. Məyər onlar özlərindən öncə nə qədər insan cəmiyyətlərini uzun əsrlər boyunca tüğyanlarının cəzası olaraq məhv etdiyimizi və onların keçmişdəki səhvlərini düzəltmələri üçün bir daha bunların yanına qayıtmadığını görmürlərmi? Və onların hamısı istisnasız olaraq axirət günü bizim huzurumuza çağırılacaqlar. Onlar üçün aydın bir nişanə, bizim tövhidimizin, qüdrətimizin və insanların dirildilməsinin isbatı üçün yer üzündə olan nişanə, ölmüş həmin bu torpaqdır. Biz onu həyat gücü və bitmək qabiliyyəti verməklə diriltdik və ondan dənli bitkilər çıxartdıq. Onlar da ondan yeyirlər. Və orada xurma və üzüm bağları vücuda gətirdik və müxtəlif bulaqlar qaynatdıq, coşdurduq. Onun meyvələrindən və öz əlləri ilə becərdiklərindən yesinlər və ya bilsinlər ki, ağacların bitməsi və bar verməsi onların işi deyildi. Belə isə şükür etməzlər. Bütün cütləri yerin yetişdirdiklərindən, ağaclar, otlar, heyvanlar və s. və onların özlərindən və bilmədiklərindən yaradan Allah pakdır. Onlar üçün Allahın tövhidi və qüdrəti barədə digər bir nişanə, səma nişanəsi bu gecədir. Gündüzü ondan paltar tək çıxardan kimi onlar qaranlıq içində olarlar. Günəş də özü üçün müəyyən olunmuş qərargahına yetişmək üçün daim hərəkətdədir. Planetlər sistemində onun seyr etməsinin bu təqdiri və ölçüsü yenilməz qüvvət sahibi və hər şeyi bilən Allahdandır. Və bütöv halda olan ay üçündə mənzillər təyin etdik ki, o, xurma ağacının köhnə, sarı rəngli və gövsvari şəkildə olan budağı kimi hilal şəklinə dönsün və yenidən tədriclə bütövləşsin. Nə günəş öz təbii hərəkət sistemində bu, aya və özünün başqa aylarına, yəni başqa peyklərə çatmaz, nə də gecə gündüzdən irəli keçməz. Onların, günəş, ay və ulduzların hər biri müəyyən bir dairədə üzürlər. Onların övladlarını, özləri və malları ilə dolu gəmilərdə daşımağımız, dənizi, havanı və gəmini onlara ram etməyimiz, onlar üçün digər bir nişanədir. Allahın tövhidi və qüdrətinə dair dənizdə olan nişanədir. Onlar üçün gəmi kimi minik vasitələri yaratdıq, minik heyvanları və havada və yerdə olan nəqliyyat vasitələri kimi. Əgər istəsək, onları gəmidə olduqları halda qərq edərik. Nə bir dadlarına çatan olar və nə də onlara nicat verilər.
yalnız bizdən bir rəhmət olaraq və müəyyən bir müddətədək dünyada bəhrələnmək üçün nicat taparlar. Onlara önünüzdə gələcəkdə edəcəyiniz şirk və fiskdən və arxanızda olandan, indiyədək etdiyiniz küfr və fiskdən, yaxud dünyadakı günahlarınızdan və axirətdə onların cəzasından qorxun, bəlkə sizə rəhm olunsun deyildikdə etina etməzlər. Onlara Rəbbinin nişanələrindən və ayələrindən elə bir nişanə, Qur'an və möcüzələr gəlməz ki, daim ondan üz döndərməsinlər. Onlara Allahın sizə ruzi olaraq verdiyindən, haqqı olan şəxslərə Allah yolunda sərf edin deyildikdə, kafirlər iman gətirənlərə Allahın istədiyi təqdirdə yedirə biləcəyi kəsəmi yemək verək deyərlər. Allah onun ac qalmağını istəmişdi. Siz yalnız açıq-aşkar azğınlıq içindəsiz. Və Məkkə müşrikləri istehza etmək məqsədi ilə deyərlər, bu vəd, qiyamətin qopması nə zaman olacaqdır, əgər düz danışansızsa? Bir-birləri ilə öz dünya işləri barədə çəkişdikləri halda, onları yaxalayacaq yalnız səmavi bir nərənin, hamının ölümü ilə nəticələnəcək surun birinci dəfə üfürülməsinin intizarındadılar. Bu zaman nə bir vəsiyyət etməyə iqtidarları olar, nə də öz adamlarının yanına qayıda bilərlər. Bir anda yer üzündə olan hər bir insan və ümumiyyətlə hər bir canlı yerindəcə ölər. Sura ikinci dəfə üfürülər. Onda onların hamısı dərhal qəbirlərindən öz Rəbbinə doğru tələsərlər. Deyərlər, vay halımıza, bizi yatdığımız yerdən kim qaldırdı? Bəli, bu rəhman olan, Allahın dünyada bizə vəd verdiyi həmin ölümdən sonraki həyatdır. Onun peyğəmbərləri doğru deyillərmiş. Bu zaman üfürmə və nərə, surun üçüncü dəfə çalınması yalnız bir dəfə olar. Onda dərhal hamılıqla yaradılmış ilk insandan ölmüş axırıncı insana dək. Bizim hüzurumuzda haqq hesab və hökmetmə dayanacağında hazır duracaqlar. Və belə deyiləcəkdir. Bugün heç kəsə heç bir zülm olunmayacaq və mükafatından azaldılmayacaqdır. Və siz etdiyiniz əməllərdən başqa bir şeydən ötürü cəzalandırılmazsınız. Yaxud sizin cəzanız yalnız dünyadakı əməllərinizin təcəssümüdür. Həqiqətən cənnət əhli o gün xoş bir əhval-ruhiyyədə, şadlıq və ləzzət içərisindədirlər. Onlar və zövcələri ağacların və qəsrlərin kölgələr altında öz bəzənmiş taxtlarına söykənərlər. Orada onlar üçün hər cür meyvələr, istədikləri və arzu etdikləri hər şey vardır. Onlara salam vardır. Bu salam rəhimli Rəbdən gələn bir sözdür. Bu salam vasitəsiz olaraq ya mələklərin vasitəsilə onlara yetişər. Günahkarlara belə xitab olunacaq. Bugün möminlərin və salihlərin cərgəsindən ayrılın, ey günahkarlar. Ey Adəm övladı, məyər mən, peyğəmbərlər və öz ağlınız vasitəsilə sizə buyurmadımmı ki, şeytana ibadət etməyin, şübhəsiz o sizin açıq-aşkar düşməninizdir və yalnız mənə ibadət edin ki, bu düz yoldur. Şübhəsiz şeytan sizin içinizdən bir çox dəstələri azdırdı. Heç düşünmürdünüzmü? Bu, daim onunla təhdid olunduğunuz cəhənnəmdir. Küfr və nankorluq etdiyinizə görə bugün oraya daxil olun və onun atəşini dadın. Bugün onların ağızlarını möhürləyərik. Onların əlləri bizimlə danışar, ayaqları isə etdikləri əməllər barəsində şəhadət verərlər. Əgər istəsək, onların, müşriklərin gözlərini tamamilə yox edərik, onda onlar adət etdikləri yollarında bir-birini ötməyə çalışarlar. Amma hardan yolu görə bilərlər? Necə görə bilərlər? Əlbəttə görə bilməzlər, lakin biz bunu etmirik. Əgər istəsək, onları öz yerlərindəcə, harda olsalar,
məsx edərik. Heyvan yaxud cansız bir şey halına salarıq ki, nə məqsədlərinə doğru gedə, nə də qayıda bilərlər və nə məsx halında qala və nə də əvvəlki hala qayıda bilərlər. Kimə də uzun ömür versək, onu xilqətcə dəyişib tərsinə çevirərik, qüvvələrini zəiflədərik. Heç düşünmürlərmi? Və biz ona, Peyğəmbərə, şər öyrətmədik və bu ona heç yaraşmaz da. Onun oxuduğu yalnız bir öyüd nəsihət, aşkar və aydınlıq gətirən Qurandır ki, qəlbləri diri və vicdanları haqqı qəbul etməyə hazır olan kəsləri qorxutsun və Allahın sözü və cəhənnəm vədi kafirlərin barəsində gerçək olsun. Məyər bizim əllərimizin yaratdıqlarından, ilk maddələrdən və canlıların vücud mənbəyindən onlar üçün heyvanlar xəlq etdiyimizi və özlərinin də onlara malik və sahib olduqlarını görmürlərmi? Bunları, bu heyvanları onlara ram etdik. Bəzisi onların minik vasitələridir və bəzisinin isə ətindən və südündən yeyirlər. Onlar üçün onda, o heyvanlarda mənfəətlər və içəcəklər vardı. Belə isə şükür etməzlərmi? Tək olan Allahın əvəzində özlərinə tanrılar qəbul etdilər ki, bəlkə onların tərəfindən özlərinə bir yardım olunsun. Onların bunlara kömək etməyə qüdrətləri yoxdur və bunlar onlar üçün hazır qoşundurlar. Dünyada bu bütləri qoruyub müdafiə edərlər. Axirətdə isə onlara görə cəza görərlər. Ya Muhammed, onların Allahı inkar etmək və sənin dəvətini qəbul etməmək barədə sözü səni qəmgin etməsin. Çünki biz onların qəlblərində gizlətdiklərini də, dilləri ilə aşkar etdiklərini də bilirik. Hamısını cəzalandıracağıq. Məyər insan onu nütfədən yaratdığımızı qəlb gözü ilə görmədimi ki, birdən-birə qısa bir müddət ərzində məad məsələsində açıq-aşkar bir düşmən oldu və öz yaradılışını unutduğu halda bizə bir məsəl də çəkib dedi. Bu, sümükləri çürümüş və toz torpaq olduqları halda kim dirildəcək? De, onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər xilqəti, hər bir yaradılışı biləndir. O kəs ki, sizin üçün mərx və əfar adlı yamyaşıl ağacdan quru və yandırıcı od əmələ gətirdi, beləliklə siz ondan 2 yaşıl budağı bir-birinə sürtməklə qəfildən od yandırırsınız. Məyər göyləri və yeri yaradan kəs onların bənzərini yaratmağa qadir deyilmi? Belə ki, onların üzvlərini torpaqdan toplayaraq surətcə onlara oxşar və maddəcə onların eyni olan bir forma versin. Əlbəttə qadirdir. Odur kamil surətdə yaradan və hər şeyi bilən. Bir şeyin var olmasını istədiyi zaman onun, Allahın, əmri və məqamı ona ancaq ol deməkdir. O da dərhal olar. Heç bir alətdən istifadə etmədən, Allahın məhz iradə və istəyi ilə var olar. Sanki ona ol demiş, o da olmuşdu. Hər şeyin həqiqi mülkiyyəti və kamil hökmranlığı, qüdrət əlində olan Allah hər nöqsandan pak və uzaqdır. Siz insanlar hamınız ona tərəf qaytarılacaqsınız.